Baxın dostlar, Dubaydan hamı qaçıb, bura cibyardı, heç kim yox ki, heç kim, təsəvvür edirsiniz. Dən vlogger var, səhər saat 5-də video çəkib, balkondan çəkib ki, hamı Dubaydan qaçıb, Dubayda heç kim yox. Səhərin gözü açılmamış, Samadın çöldə nə işi var? Valla o videolara baxıram, çox gülməyə tutur məni, çünki 1500 dənə raket gəlib, içindən 5-dən 6 dənəsi arası deyil. Cəmi 6 nəfər ölüb. Cəmaət deyir ki, gördüyünüz Dubay təhlükəsiz deyil. Qardaş, Avropada, Amerikada hər gün minlərlə adam narkomaniyadan ölür, nə bilim, bıçaqlanmadan ölür, oğurlanmaqdan ölür, oğrular girir evə, öldürür cəmaatı. Nə bilim, 1000 dənə şeydən ölürlər. Səhiyyənin olmamağından ölür, növbələrdə səhiyyə sistemində durmaqdan ölür. Minlərlə adam, yüzlərlə adam, yaxşı deyək, 100 dənə deyək, günə 100 dənə deyək, yaxşı. Bütün ərəfəsində 6 nəfər adam ölüb, o da yolda gedəndə maşın vurma ehtimalı ondan çoxdur bu başqa ölkədə. Ona görə kef edin, Dubayı sevməyən adam mən başa düşmürəm. Buradan gözəl yer yoxdur.